ərəblərin Azərbaycanı işğal etməsi və Xürrəmlər hərəkatı. Ərəblərin Azərbaycanı işğalı və Xürrəmlər hərəkatı. Deməli, ümumiyyətlə ərəblər haqqında kiçik bir məlumat verim. Deməli, ərəblər yaranıb 630-cu ildə, süqut edib 1258-ci ildə. Ərəbləri biz 3 dövrdə öyrənirik. Rəşidi xəlifələr dövrü 632, 661, daha sonra Əməvilər dövrü 661, 750-ci il və Abbasilər dövrü 750, 1258. Ərəbləri ümumi tarixdə keçəndə daha ətraflı məlumat verəcəm, amma bu illər aralığını bilməyiniz mütləqdir. Və keçək Sasanilərin Azərbaycandakı mərzibanlıq, uzun müddətli mərzibanlıq dövrünə. Biz bilirik ki, Sasanilər Albaniyanı həm qısa mərzibanlıq dövründə idarə edirlər, həm də uzun müddətli mərzibanlıq dövrlərində idarə edirlər. Qısa müddətli mərzibanlıq dövrünü öyrənmişdik, qalmışdıq uzun müddətli mərzibanlıq dövründə. Deməli, 510-cu ildən 629-cu ilə qədər Sasanilərin uzun müddətli mərzibanlıq dövründə idarə olmuşuq. Və həmin müddətdə Albaniyada hansı hadisələr olub? Deməli, Sasanilərlə Bizans arasında müharibə olur. 624-cü ildə başlayır, 628-ci ildə bitir və bunlar arasında müqavilə olur. Müqavilənin şərtlərinə görə Albaniya yenidən Sasanilərin tərkibində qalır. Yaxşı. Və ikinci bir hadisə isə Xəzərlərin Azərbaycana 629-630-cu illərdə yürüşüdür. Xəzər dövləti hələ ki bu yürüş mərhələsində yaranmayıb. Sadəcə biz buna deyirik ki, Xəzər tayfalarının Azərbaycana yürüşü. Və Azərbaycana yürüş elədikdən sonra Albaniyanı işğal edirlər, amma Xəzərlərin öz ölkəsində daxili ixtişaşlar olduğuna görə geri qayıdırlar. Deməli, nə öyrəndik? Sasanilərin Albaniyada uzun müddətli mərzibanlığı dövründə baş vermiş hadisələr. Əsasən bunu deyirik Sasani-Bizans və Xəzər tayfalarının yürüş etməsi. Bizansın yerinə bəzən çaşdırmaq üçün Roma yazırlar, amma 624-cü ildə Roma deyilən bir dövlət yoxdur. Çünki 476-da gəlib Roma dövləti ümumiyyətlə süqut etmişdir. Roma isə 395-ci ildə süqut edibdir. Onları nəzərə salırsınız. Yaxşı, bu. Aha. İndi Albaniyada biz öyrənmişdik ki, Albaniyada Arşakilər sülaləsi var. 1-ci əsrdən 510-a qədər Arşakilər, 510-dan 629-cu ilə qədər isə Sasanilərin Albaniyada uzun müddətli mərzibanlıq dövrüdür. 630-cu ildən 705-ci ilə qədər isə Mehranilər sülaləsinin tərkibini, yəni Mehranilər sülaləsi Albaniyanı idarə etmişdir. Bu hissəni qeyd etdinizsə, keçək ikinci hissəyə. Marşerimiz düşdü. Deməli, Albaniyada Arşakilər və Mehranilər. İndi bugünkü öyrənəcəyim Mehranilər sülaləsi və ərəblərin Azərbaycana gəlişi. Buradan yazıram Mehranilər. Mehranilər 630-la 705 arasında Albaniyada nə varsa Mehranilər sülaləsinə düşür. Mehranilər sülaləsi ümumiyyətlə banisi Mehr olmuşdur. Sabir türklərin davamçılarıdır və Sasanilər tərəfindən sıxışdırıldıqlarına görə gəlmişlər Girdiman qalasında, belə deyək də, Mehrivan qalasının, Girdiman ərazisində Mehrivan qalasının əsasını almışlar. Gəncə Qazax bölgəsində yerləşir. Və Mehranilər sülaləsinin əsas 3 nümayəndəsini öyrənirik. Varaz Qriqor, hansı ki Cavanşirin atasıdır, 630-cu ildən 642-yə qədər hakimiyyətdə olmuşdur. İkinci Cavanşir, 642-ci ildən 681-ci il hökmranlıq dövrüdür və Varaz Tridat. Bu isə 705-ci ildə hakimiyyətdən gedir. Deməli, Albaniya dövlətinin sonuncu hökmdarı kim olmuşdur? Varaz Tridat. Yaxşı, bu tərəfdən də yazırıq ərəblərin Azərbaycana gəlişi. Ərəblər. Necə oldu ki, ərəblər gəldi? Deməli, ərəblərlə Sasanilərin müharibəsi var, ərəblərlə Xəzərlərin müharibəsi var və ərəblərin Azərbaycana gəlişi var. Çalışacağım burada xəritə çəkim, çalışacağım. Deməli, Araz çayı, Kür, bunları mütləq bilirik, Urmiya gölü və Göyçə gölü. Bu ərazilər bizə çox lazımdır. Deməli, dedik ki, ərəblər yarandı 630-cu ildə. Ərəb dövləti ilə Azərbaycanda Mehranilər sülaləsinin yaranması hər ikisi də eyni tarixə düşür. Ərəblərin yaradıcısı Məhəmməd Peyğəmbər olmuşdur, amma Məhəmməd Peyğəmbər hakimiyyətdə cəmi 2 il qalır, 632-ci ildə. O vəfat etdikdən sonra xəlifələr idarə edir. Xəlifələr kimlərdir? Əbu Bəkirdir, Ömərdir, Osmanlıdır, bir də Əlidir.
4 dənə xəlifələr var. İndi bunların dövründən başlayaraq Azərbaycana yürüşlər olur. Bunlar ilk gələndə ərəblər məqsədləri oymuş ki, gəlsinlər İslam dinini yaysınlar və insanları doğru yola yönəltsinlər. Yəni bu məqsədlə Azərbaycana gəlirlər. Və həmin vaxtda da Azərbaycanda Sasani-Bizans müharibəsindən o qədər belə deyək də yorulmuşlar ki, ərəblərə bir xilaskar kimi baxırlar ilk vaxtlar. Deməli, ərəblər buradan gəlir. Burada bir dənə Sasani dövləti yazaq. Hə, Sasani dövləti yazaq. Aha, hər şeyimiz yazmadı. Burada isə ərəbləri yazırıq. Yaxşı. Ərəblər gəlir. Deməli, hardan başlayırlar? Birinci Sasaniləri keçmədilər ki, Azərbaycan girişi olsunlar. Amma Azərbaycan kimdədir? Sasanilərin əlindədir. 633-cü ildə Sasani ərazisindən İraq və Şam şəhərini ələ keçirir. Kim? Əbu Bəkir. Və bununla da Sasanilərlə ərəblər arasında artıq müharibə başlayacaq. Ərəb-Sasani müharibələrini burada qeyd edirəm. Kadisiyə, Ktesifon, 636-cı il, 637-ci il, daha sonra Nəhavənd və Həmədan döyüşləri. Neçənci il? 642-ci il. Kadisiyə, Ktesifon, Nəhavənd və Həmədan döyüşləri kimlər arasında olub? Sasanilərlə ərəblər arasında baş vermişdir. Hər birində ərəblər qalib gəlib, Sasanilər isə məğlub olmuşdur. Sasaniləri idarə edən kimdir? 3-cü Yezdəgirt. Baxaq, 636, 637 və 642. Ümumiyyətlə 636-37 deyək. Kimin dövrünə düşür? Varaz Grigorun dövrünə düşür, düzdürmü? Varaz Grigor özünü Bizans imperatoru 2-ci İraklinin varisi hesab etsə də, vassalı hesab etsə də, amma Sasanilərdən asılıdır, ona görə Sasanilərə köməklik göstərməlidir. Deməli, bu döyüşlərdən Kadisiyə və Ktesifon döyüşlərində Albanlarla Sasanilər bir tərəfdə, ərəblər digər tərəfdədir. Və Albanlarla Sasanilər məğlub olur. Kadisiyə döyüşündə Albanlar, ümumiyyətlə Sasanilər məğlub olub axı. Cavanşir də həmin döyüşdə iştirak edir. Kadisiyə və Ktesifon döyüşündə, amma sərkərdə olaraq iştirak edir. Məsələn, Makedoniya İskəndər Xeyronaya döyüşündə sərkərdə olaraq iştirak edir. Atropat Qavqamela döyüşündə sərkərdə olaraq iştirak edir. Cavanşir də Kadisiyə və Ktesifon döyüşündə sərkərdəlik dövründə, yəni hökmranlıq dövrünə aid deyil. 3-cü Yezdəgirddə kim oldu? Sasani hökmdarı. 3-cü Yezdəgirddən Cavanşir bir tərəfdədir, ərəblər də bir tərəfdədir. Kadisiyə döyüşündə 3-cü Yezdəgird məğlub olur və Cavanşir buradan getməsin deyə ona qızıl silah verir, mükafatlar verir ki, yəni getməsin. Amma yenidən belə deyək də desək hansı döyüşdə Yezdəgird deməli Cavanşirə hədiyyələr verir, götürəcəksiniz Kadisiyə döyüşündə. Ktesifon döyüşündə isə yenidən məğlub olunur. Cavanşir düşünür ki, artıq ərəblərlə müharibə etmək mənasızdır, çünki onsuz da Sasanilər məğlub olacaq. Və qayıdıb gəlir öz ölkəsinə hakimiyyətə gəlir Cavanşir. Cavanşir gəldi öz ölkəsinə 642-ci ildə. Nəhavənd Həmədan döyüşlərindən sonra yenidən Sasanilər məğlub olur və Nəhavənd Həmədan döyüşlərinin nəticəsi soruşsa nədir? Azərbaycana girmək üçün imkan yaranır. Demək, nəticə olaraq nə deyirik? Burada döyüşlər var. Kadisiyə 636, Ktesifon 637, Nəhavənd Həmədan döyüşləri 642. Hər biri Sasanilər və ərəblər arasında olmuşdur. Amma hər birində də kim qalib gəlib? Ərəblər qalib gəlib. Nəhavənd Həmədan döyüşünün nəticəsi nədir? Azərbaycana girmək üçün belə deyək də fürsət olur. Bu hissəni silirəm. Düşünürəm ki, bu hissəni bildik. Deməli, Sasanilərin sonunda hökmdarı kim olur? 3-cü Yezdəgird. 3-cü Yezdəgirddən Varaz Grigorun belə deyək də dövrlərinə düşür və Varaz Grigor ona köməklik göndərir, Cavanşir göndərir. İndi gəlirik, buraya yazırıq bir dənə Xəzər dənizi. Xəzər dənizinin bu aşağı hissəsi Qəzvin şəhəridir. Başlayırlar buradan. Ərəblərin Azərbaycana daxil olması desəm, 639-cu il götürəcəyik. Qəzvin şəhərini işğal edirlər. Qəzvin şəhərinin tutulmasına nə olur? Cənubi Azərbaycana yol açılır. Bəli, artıq ərəblər giriş elədilər. Gəlirlər bura. Ümumiyyətlə, xəritədə bizim mayaqlarımız olmalı. Yadınızda saxlayın. Marağa, Təbriz, Ərdəbil. Gəlirlər hara? Ərdəbilə. Ərdəbildə 643-cü ildə bir döyüş olur. Döyüşün adı belədir. Cərmidan döyüşü. Bu kimlər arasındadır? Ərdəbillə, yəni bizimkilərlə, ərəblər arasında baş verir. Təbii ki, ərəblər qalib gəlir, Ərdəbil şəhəri məğlubiyyətə uğrayır. Və Ərdəbil şəhərinin başçısı kimdir? İsfəndiyar ibn Fərruxzad olur. Nəticədə, Cərmidan döyüşündə məğlub olan İsfəndiyar Fərruxzad daha bir məğlubiyyətdən sonra ərəblərlə sülh müqaviləsi imzalayır. Deməli, 643-cü ildə. Sülhün şərti nədir? Azərbaycan əhalisi imkan daxilində cizyə vergisi ödəməli idi və ərəb əhalisinə tabi olmalıdır. Bu müqavilənin şərtidir. Cərmidan döyüşündən sonra, Cərmidan döyüşünün nəticəsi nə olur?
Baxın, Şimali Azərbaycana, yəni Albaniyaya Qafqaz da yuxarıdadır və Qafqazda yol açılmış olur. Deməli, Nəhavət Həmədan döyüşlərinin nəticəsində ümumiyyətlə Azərbaycana yol açılır. Cərmidan döyüşünün nəticəsi isə Albaniya hissəsinə və ya da Şimali Azərbaycana, Qafqaza yol açılmış olur. Aha, gəlirlər bu hissəyə. Burada Muğan var, Ərdəbilin yuxarısında yerləşir. Muğan ərazisində də 643, bura 46 yazıram. 43-cü ildə mübarizə başlayır. Muğan əhalisi 3 il, belə deyək də, ərəblərə qarşı müqavimət göstərir. Nəticədə 44-cü ildə tabe edirlər, 46-da isə tam şəkildə tabe edirlər. 43-46 yazıcı saxsı Muğanla deməli ərəblərin müharibəsidir. Və qalxırlar yuxarı. Burada hansı ərazi yerləşir? Bilirik ki, Dərbənd yerləşir. Dərbənd əhalisiinin və bu ərazidə Şirvan deyək. Dərbənd və Şirvan əhalisinin başçısı var. Adı da Şəhriyardır. Şəhriyar müharibəyə girmir. Niyə? Çünki bilir ki, ərəblərlə döyüşmək mənasızdır. Ona görə müharibəyə girmir və sülh imzalanırlar. Sülh şərtlərində budur ki, ərəblər Dərbəndə deyir ki, siz ümumiyyətlə vergi verməyəcəksiniz. Məsələn, testə düşər. Hansı şəhəri ərəblər vergidən azad edilər? Dərbənd. Ümumiyyətlə vergi verməyəcəksiniz. Amma bunun qarşılığında nə edəcəksiniz? Məsələn, Xəzərdən, şimaldan gələn yürüşlərin qarşısını alacaqsınız. Çünki biz Dərbənd əhalisi sərhəddə yerləşir ərazisi. Ona görə nə olacaq? Həm bütpərəstlərə qarşı, həm də ərəblərin düşməninə qarşı Dərbənd əhalisi müharibələrdə iştirak edəcək. Amma bunun qarşılığında deməli vergi verməyəcəklər. Şəhriyarla sülh imzalanır. Bu da yenə 643-cü illərdir. Aha, Azərbaycanın demək olar ki, bu hissələrini tutublar. Ümumiyyətlə Cənubi Azərbaycanı tam verirlər, Şimali Azərbaycanda Dərbəndi tutublar. Və burada yuxarıya qalxanda bunu kim qarşılayır? Xəzər dövləti. Aha, bu səfər də başlayır Ərəb-Xəzər müharibəsi. Gördünüz, aşağıda Ərəb-Sasani müharibəsi oldu. Gəldi Azərbaycanı tutdu, yuxarıya qalxıb, bax, istəyir buradan yuxarı getsin, amma Xəzərlər qoymur. Və Xəzərlərin paytaxtı yadınızda saxlayın ki, Bəncər şəhəridir. Burada döyüş olur. Burada mən qısa yazıram, Ərəb-Xəzər müharibəsi. 643-cü il 1-ci Bəncər döyüşü olur. Və 1-ci Bəncər döyüşündə yenə burada artıq Xəzərlər qalib gəlir. Nəticəsi ərəblərin şimaldan yuxarıya yürüşünün qarşısı alır. Yəni Dərbətdən yuxarıya gedə bilmirlər. Bəncər döyüşünə kim qalib gəldi? Xəzərlər. Və gəlir aşağıya ərəblər. Aşağıya gəlir Muğan əhalisini və bu bir qrupu bura gəlir, deyək ki, bir qrupu da bura. Burada da Tiflis yerləşir. Tiflis və Muğanı neçəncidə tabe edirlər? 644-cü ildə. Hara yazıb burası? 644. Deməli, Tiflislə Muğanın yenidən tabe olması nə vaxtdır? Tabe olması ümumiyyətlə 644-cü ildədir. 43-cü ildə nə oldu? Cərmidan döyüşü, Ərdəbillə sülh müqaviləsinin imzalanması, Muğanın müharibəyə başlanması, Dərbətlə sülh müqaviləsinin imzalanmaları və 1-ci Bəncər döyüşü. 44 nə oldu? Şirvan, Muğan və Tiflisin ərəblər tərəfindən tabe olunması. 644-46-cı ildə yenidən Muğandır, Ərdəbildir, burada üsyanlar olur və yenidən bunlar tabe olunur Osmanın dövründə. Əbu Bəkir demək İraq Şamı işğal edəndə Osmanlı isə nə edir? Muğan və Ərdəbili yenidən 644-46-cı ildə tabe edir. Çünki Ərdəbildə üsyan qalxmışdı və eyni müqavilənin şərti yenidən imzalanır. Deməli, ərəblərə qarşı ilk üsyan nə vaxt olubdur? 644-cü illərdə. Bu belə. Yaxşı, Ərəb-Xəzər demişək, Ərəb-Xəzər müharibəsini burada yekunlaşdıraq. 653-cü ildə 2-ci Bəncər döyüşü baş verir. Sonra 722-ci ildə Bəncər şəhərində yenə döyüş olur. Əslində buna bəzi tarixlər 3-cü Bəncər döyüşdə deyil. 731-ci il Savalan döyüşü. Təxminən 738, çünki xronologiyada sizə rahat olsun deyə 738 yazıram. Hilat döyüşü olur. Nəticələrini deyək. Deməli, Ərəb-Xəzər, hamısı ərəblərlə Xəzərlər arasında olur. 722-ci il və 738-ci il 3-cü Bəncər deyək, bir də Hilat döyüşü deyək. Bu ikisində ərəblər qalib gəlir, qalan döyüşlərin hər birində Xəzərlər qalib gəlir. Yəni 1-ci, 2-ci Bəncər döyüşündə, Savalan döyüşündə Xəzərlər, 3-cü Bəncərlə Hilat döyüşündə isə ərəblər qalib gəlirdi. Son nöqtədə ərəblər qalib gəlir deyə Xəzərlər nə edir? İslam dinini qəbul edir. Baxın, 738 8-ci əsrin əvvəlinə düşür. Amma Ərəb-Xəzər müharibəsi, yadınızda saxlayırsınız, 8-ci əsrin sonu bitmişdir. 8-ci əsrin sonu bitmişdir. Və 8-ci əsrin sonunda 750-dən sonraya aid olduğuna görə əvvəlcə yazmışdım. Abbasilər xilafətinin dövrünə düşür. Deməli, Abbasilərin dövründə Xəzərlər Azərbaycandan çıxarılır. Bunu qeyd kimi yazırsınız. Abbasilərin dövrünə, çünki 750-dən sonraki dövrdür. Abbasilərin dövrünə düşür və Xəzərlər Azərbaycandan çıxarılır. Və incə detayımız nədir? 1-ci, 2-ci Bəncər döyüşdə dedik Xəzərlər, 3-cü Bəncərdə ərəblər qalib gəlir. Testdə bəzən bu formada sual salırlar. Deyirlər ki, 8-ci əsrdən fərqli olaraq 7-ci əsrdə Ərəb-Xəzər müharibəsinə aiddir.
8-ci əsrdən fərqli olaraq 7-ci əsrdə. 7-ci əsrdə nə olubdur? Xəzərlərə məğlub olubdur. Yəni bu bənzər döyüşündə. Məsələn 8-ci əsrdəki 7-ci əsrdəki bənzər döyüşündə axı ərəblər məğlub olub. 8-ci əsrdəki bənzər döyüşündə görürsüz, Xəzərlər məğlub olub. Onu bəzən fərqli formada salırlar. Ona diqqət edin. Yaxşı, bu belə Ərəb-Xəzər müharibəsində yekunlaşdırdıq. Ərəb-Sasani müharibəsində dedik, ərəblərin Azərbaycanı işğalında dedik. İndi görək bu Cavanşir nə edir həmin vaxtlarda? Bu hissəni silirəm. İndi Mehranilər sülaləsini davam edək. Deməli, Cavanşir ümumiyyətlə, belə deyək də, xarici siyasətdə bir çox dövlətlərlə mübarizə aparmışdır və demək olar ki, öz daxili müstəqilliyini sonuna qədər qorumuşdur. 642-ci ildə dedi ki, gəlir Albaniyaya və ilk işi nədir? Sasani feodallarını cəzalandırmaq. Sasani feodallarını cəzalandırmaq. Yazır. Sasani feodallarını cəzalandırmaq. Bu bir. İkincisi, ərəblərə qarşı gedir, kimdən ittifaq yaradır? Bizansla. Neçənci ildə? 654 və 660-cı ildə. Bizans imperatoru kimdir? İkinci Konstantin də olmuşdur. Hətta Cavanşirə hədiyyələr də verir. Deməli, ərəblərə qarşı kimdən ittifaq yaratdı? Bizansla. Daha sonra Xəzərlər Azərbaycana yürüş edir. Xəzərlərin Azərbaycana yürüşü, birinci yürüşü 662-dir. İkinci yürüşü isə 664, 665 götürülür. Birinci yürüşü Kür döyüşüdür. İkincidə isə Araz çayına qədər irəliləyirlər. Deməli, Kür döyüşü olur ərəblər, Albaniya və Xəzər. Deməli, Kür döyüşündə Xəzərlər məğlub olur, Albanlar qalib gəlir. 664-65-ci ildə isə Xəzərlər qalib gəlir, Araz çayına qədər hətta irəliləyirlər və Albaniya məğlub olur. Kür döyüşündə yadınızdadsa biz demişdik 66-cı ildə Kür döyüşü olur, 662-ci ildə Kür döyüşüdür. Birinci Kür döyüşündə Albanlar məğlub olsa da, ikinci bu Kür döyüşündə Albanlar qalib gəlir. Ona görə də Xəzərlərə qalib gələndə Cavanşir deyir ki, get Çula qapısından bir də buralara gəlmə. Amma Xəzərlər 3 il sonra, yəni 64-65-ci ildə yürüş edirlər və qalib gəlirlər. Bunlar arasında sülh imzalanır və Nicat diplomatiyası. Cavanşirin Xəzər arasında Nicat diplomatiyası qurulur, Xəzər xaqanının qızı ilə evlənir. Daha sonra baxır ki, Cavanşir artıq Xəzərlərə məğlub olub, nə etmək lazımdır? Ərəblərlə müqavilə edir, çünki güclü dövlətdir, keçir ərəblərin tərəfinə və 667-670-ci ildə Dəməşq və Şam şəhərinə gedir. Xəlifə Müaviyə ilə görüşür. Müaviyə də deməli 667-670 Əməvlərin dövrünə düşür. Deməli Əməvlərin dövründə Cavanşir nə edibdir? Ərəblərlə ittifaq yaratmışdır. İttifaqda göstərilir, yəni sülh müqaviləsinin şərtində göstərilir ki, Albaniya 1/3 qədər vergiləri azaldılacaq və daxili müstəqilliyə toxunmayacaq. Yəni belə deyək də, Cavanşir Albanlar ərəblərdən asılı olsa da xarici müstəqilliyinə son qoyur, amma daxili müstəqilliklərini qoruyub saxlayırlar. Bəs təsəvvürə düşür. Nəyə görə ərəblər Cavanşirə güzəştə gedir? Birincisi Cavanşirin şəxsi nüfuzu, ikincisi isə Albaniyanın yaxşı coğrafi mövqedə yerləşməsi. Bu iki səbəbə görə güzəştə gedir. Yaxşı, sonra nə olur? Ərəblərlə ittifaq yaradıb deyə Bizans pərəst feodallar Cavanşiri sui-qəsd nəticəsində 681-ci ildə öldürürlər. Çünki ərəblərlə niyə deyir müqavilə imzaladın? Axı ilk dostu görürsünüz, Bizans seçmişdi axı. Bizans pərəst feodallar 681-ci ildə Cavanşiri öldürür və Cavanşirin dövründə yaşayan həmin Albaniyanın belə deyək də şairindən biri olan Dərdəş hətta buna aid bir şeir də yazır. Deyir, mənim şəhər görkəmi bürüdükcə yayılmış cahana bu qara xəbər. Dərdəş Cavanşir haqqında qısa bir şeirindəndir. Moise Kalankatımız da elə bu Albaniyanın tarixçisi olmuşdur. Bütün bunlar haqqında məlumat verən şəxsdir. Bu belə. Deməli, Cavanşir nə edirdi? İlk olaraq Sasani feodallarını cəzalandırdı, amma nəticədə Bizans feodalları tərəfindən öldürüldü. Bizansla ittifaqı, Xəzərlərlə müharibəsi və sonradan Nicat diplomatiyası girməsi, daha sonra isə ərəblərlə ittifaqını görürük. Hakimiyyətə gəlir Varaztirdad. Varaztirdad isə hakimiyyətə gələndə ərəblər bir tərəfdən, Bizans bir tərəfdən, Xəzər bir tərəfdən yürüş edir. Hər biri Albaniyanı belə deyək də işğal etmək istəyir. Nəticədə ərəblər qalib gəlir və Varaztirdadı Dəməşq şəhərində öldürürlər. Nəticədə isə Albaniyanın sonuncu hökmdarı olan Varaztirdadın qətlə yetirilməsindən sonra 705-ci ildə Albaniya dövlətinin varlığına son qoyulub. Azərbaycan tarixində ən uzun ömürlü dövlət Albaniya dövlətidir. Çünki eradan əvvəl 4-cü əsrdə yaranıb, bizim eranın 8-ci əsrində süqut edibdir. Bu da 12 əsrlik bir dövr deyil. Bundan uzun ömürlü dövlətimiz yoxdur. Bu belə.
Məsələn, Məhranə sülaləsinin dövründə Albaniyanın paytaxtı haradır? Deyirik Bərdə. Çünki niyə? 444-dən 705-ci ilə qədər Albaniyanın paytaxtı Bərdə şəhəri olmuşdur. Amma eradan əvvəl 4-cü əsrdən 444-cü ilə qədər isə paytaxt Qəbələ şəhəridir. Məsələn, Varaz Qriqorun dövrü olsun, Cavanşirin, Varaz Sirvanın hər birinin dövründə paytaxt Bərdədir. Desə ki, Bərdəni kim belə deyək, gözəlləşdirib, abadlaşdırıb, məbədləşdirib, neyinib? Bu da Cavanşirin dövrünə düşür. Bunları bitirdik. İndi gəlirik, ərəblər Azərbaycanı işğal elədi. Demək olar ki, həm Cənubi Azərbaycanı, həm də ki, ümumiyyətlə Albaniyanı, Azərbaycan cənubunu tam şəkildə tuturlar, amma Albaniyanı özlərindən asılı vəziyyətə salırlar. 705-də isə tamamilə son qoyurlar. Yaxşı, ərəblər Azərbaycana gəlib, bəs hansı işləri görürlər? Ərəblərin ilk gördükləri işləri var, daha sonra gördükləri işlər var. Deməli, ərəblər ilk, yəni gələn vaxtlarda, 7-ci əsrdə deyək də, ilk vaxtlarda nə ediblər? Belə deyək də, yaxşı işlər görürlər. Məsələn, bizi yerli əmirlər, yerli feodallar deyək. Yerli feodallar öz vəzifələrində qalırmış, onlara ümumiyyətlə toxunulmuşlar. Amma sonradan təbii ki, bu dəyişiləcək, ərəbləri gətirəcəklər hakimiyyətə. Və Sasanilərin belə deyək, sistemindən istifadə edirlər. Çünki onların dövlət idarəçilik qabiliyyətləri yox idi. Sadəcə özlərindən əvvəlki dövlətlərə baxıb idarəçiliklə məşğul olurdular. Deməli, yerli feodal öz vəzifəsinə qalırdı və Sasanilərin sistemindən istifadə edirdilər. Əmirliklərə bölünürdü. Əmirliklər mahallara, mahallar məntəqələrə, məntəqələr isə kəndlərə bölünürdü. Hər biri 12 mahal, 12 məntəqə hissələrə bölünür. Əmirlikləri idarə edir kim? Əmir. Əmrin başında kimdir? Belə deyək də, əmirlikləri idarə edir əmir. Əmrin vəzifəsi nədir? Bütün hərbi işlər və mülki işlərə əmir baxır. Amil nə edir? Amil vergi yığan qulluqçudur. Vergiləri yığır. Qazı nə edir? Məhkəmə işlərinə baxır. Rabat nədir? Hərbi məskənlər. Hərbi məskən. Yaxşı, hərbi məskən nə deməkdir? Məsəl üçün, Azərbaycanın xüsusilə də o sərhəd yerlərində, məsələn, Dərbənd olsun, bir də bəzi mərkəz hissələrdə, Ərdəbil olsun, Bərdə olsun, bu hissələrdə, Tiflisdə hərbi məskənlər salınırlar. Bir də baxın, video davam edir. Bəli. Aha. Deməli, hərbi məskən ona görə salınır ki, həmin ərazidə hər hansı bir üsyan olanda anında müdaxilə etmək mümkün olsun. Bu səbəbdən hərbi məskənlər salınır. Rabatlar da bu. Yaxşı, ərəblər gələndə Azərbaycanın şimal hissəsinə, yəni Albaniyaya deyirdilər Arran, cənub hissəsinə deyirdilər Azərbaycan. Azərbaycan adını ilk dəfə 7-ci əsrdə ərəblər çəkibdir. Arranın mərkəzi birinci olmuşdur Dəbil, ikinci olmuşdur Bərdə. Dəbil 7-ci əsrdədir, Bərdə 705-ci ildən sonra, yəni 8-ci əsrdədir. Niyə bura 705 yazdım? Çünki 705-ə qədər Bərdə şəhəri Albaniyanın paytaxtı olmuşdur. Amma 8-ci əsrin əvvəlindən sonra, Albaniya dövləti süqut etdikdən sonra Bərdə ki, hansı dövlətin paytaxtı olacaq? Belə deyək də, ərəblərin Azərbaycandakı iqamətgahının mərkəzi olacaq. Bərdə 7, Dəbil, Bərdə 8. Cənuba gələk. Cənubda ərəblər Azərbaycana gələnə qədər ilk məskən olub Ərdəbil, daha sonra bunlara maraqlı gələn Marağa şəhəri olubdur. Demək, ərəblər Azərbaycana gələnə qədər Ərdəbil, Ərəb-Xəzər müharibəsi dövründə isə mərkəz hara olmuşdur? Marağa şəhəri olmuşdur. Yaxşı, bunları dedik. Məsələn, Sasanilər dövründə Şimal və Cənubi Azərbaycan bir qustaqlıq, yəni Şimal qustaqlığına daxil idi. Amma ərəblərin dövründə görürsünüz ayrılırlar. Şimal Arran, Cənub Azərbaycan adlanır. Aha, gələk bunların vergi siyasətlərindən, ümumiyyətlə torpaq mülkiyyət formalarından da danışaq. Deməli, Rəşidi xəlifələr dövründə nələr olubdur? Əməvilər dövründə nə ediblər? Abbasilər dövründə nə ediblər? Rəşidi xəlifələr dövrü Məhəmməd Peyğəmbərin davamçılarıdır. Ümumiyyətlə, bunlar ancaq yaxşı işlərlə məşğul olublar. Əməvilər onlardan sonra başlayırlar Azərbaycanda rüşvətxorluq olsun, məmur özbaşınalığı. Abbasilər də ümumiyyətlə fəlakət dərəcəsində olubdur. Buna görə üsyanlar olur. Rəşidi xəlifələrin dövründə İmam Əlidən danışaq. Xəlifə Əli. Aha. Xəlifə Əlinin dövründə bir vergi islahı keçirilir. Bu deyir ki, məsələn, bu qədər torpağın var. Torpağın bu hissəsini əkmirsən. Nə qədər məhsulu götürmüsənsə, onun o qədər vergi ver. Yəni, məhsula görə vergi var. Bir var, mən, məsələn, belə deyim də, 1 hektar torpağım var. Mən o hektarın hamısını əkməmişəm. Deyək ki, müəyyən hissəsini əkmişəm. Oradan nə qədər məhsul götürəmsə, ona aid vergi verməliyəm. Yəni, məhsula görə vergi verməliyik. Kimin dövründə? Xəlifə Əlinin dövründə düşür. Yaxşı, bunların dövründə digər vergilərdən danışaq. Deməli, xərac, xariqə oxşuyur, görürsünüz, yəni torpaq və yaxud da məhsul vergisidir. Sonra cizyə, can vergisidir. Cizyəni qeyri-müsəlmanlardan alırlar. Kim ki müsəlman deyil, ondan cizyə vergisi alınırdı. Sonra hümüs, bir də zəkatımız var və sədəqə.
Aha. Xümus nədir? Yadınızda saxlayın. Daşınan əmlakdan alınır. Daşınan əmlakın 5də birindən alınır və hərbi qənimətlərdən alınır. Zəkat isə daşınmayan əmlakdan alınır. Daşınmayan əmlak, məsəl üçün ev daşınmır. Bax, bu daşınmaz əmlakdır. Daşınmayan əmlakın 40da birindən alınır. Sədəqə də onsuz da onu da düşünürəm ki, bilirsiniz. Ərəblərin dövründən qalan verici mükəlləf formasıdır. Əməvilərin dövründə nə olur? 725-ci ildə Azərbaycanda əhalinin siyahıya alır. Əhali niyə siyah alır? Deməli, vericini artırmaq üçün. Əməvi ilə Abbasilərin dövründə vericilər artırılıb. Əhalinin siyahıya alırlar. Yadınızda saxlayın. Sənətkar emalatxanalarına və meyvə bağlarından bilə vericilər alınmağa başladı. Kimin dövründə? Əməvilərin dövründə. Abbasilərin dövründə nə olur? Abbasilərin dövründə, baxın, xəlifənin dövründə nədən alınırdı? Məhsuldan. Bu isə torpağın sahəsindən alır. Abbasi bərabərdə Sasani yazıram. Sasanilərdə də belədir vəziyyət. Yəni torpağın sahəsinə görə alınır. Abbasilərdə də torpağın sahəsinə görə alınır. Mən deyə maraqlı deyilsən, onun hansı hissəsini əkibsən. Nə qədər torpağım var, bu qədər davaya verici verməlisən. Vericini verə bilmirsənsə, qula çevrilirsən. Bu söz bizə hardansa tanış gəlir. Çində də belədir, Yunanistanda belədir və Abbasilər, eyni zamanda Sasanilərdə, Abbasilərdə, Sasanilər yox. Abbasilərdə ortaq xüsusiyyət nədir? Vericini verə bilməyən əhali qula çevrilir. Təbii ki, bunlar nə olacaq? Üsyanlara səbəb olacaq. Və buradan da ərəblərin dövründə olan torpaq mülkiyyət formalarını yazıram. Deməli, divan, iqta, xas, sonra mülk, vəqf və icma və yaxud da buna cəmaat da deyə bilərik. Divan, dövlət torpağıdır. Xas, yəni xas, hökmdarın ailəsinə mənsub olan torpaqdır. Mülk, mənim şəxsi torpağım, mülküm, yəni şəxsi torpağımdır. İrsən keçə bilir atadan oğula. İqta şərtli torpaqdır. Yəni dövlət sənə şərt qoyur. Məsəl üçün, hərbi xidmət edirsən, sənə torpaq verirəm. Cüsü şərt qoyur. Və iqtanın da iki növü var. Bir icarəyə verilən, bir bağışlanan. Bağışlanan oldu ki, atadan oğula keçir. İcarəyə verilən oldu ki, icarə yəni kiraya götürsən, onu sən öz davamçılara verə bilərsən, yox. Bir də icarəyə, o artıq irsən keçmir. Vəqf nədir? Vəqf dini idarələr, məscidlər, bunların torpaqlarıdır. Bunu icarəyə verə bilir. Dövlət deyir ki, icarəyə verirəm. Amma almaq, satmaq, xüsusi mülkiyyət çevirmək olmaz. İcarə, hə, satmaq yox. Bunu fikir verin. İcma da cəmaatın torpağıdır və ən çox verici ağırlığı da məhz bu torpaqlar üzərində qurulmuşdur. Bu da ərəblərin dövründə verici və mükəlləfiyyətlər, torpaq mükəlləfləri. Bunları dedik. Deməli, ərəblərin bu siyasətinə qarşı təbii ki, Azərbaycanda üsyanlar olacaq. Çünki qula çevirməsi, ondan sonra yerli feodalların idarəçilikdən getmələri, ərəblərin gəlmələri, məmurların özbaşınalığı təbii ki, üsyanlara səbəb olacaq və Azərbaycanda ərəblərə qarşı üsyanlar İlkin götürsək, yadınızda saxlayın, 644-46-cı ildə ilki orada olur. Ərdəbildə olur, eyni zamanda Muğanda olur, yəni bu kimi ərazilərdə olur. Yəni video baxın. Aha. Hə, amma daha sonra isə üsyan artıq şiddətlənir və 748-752-ci ildə ərəblərə qarşı müsafir üsyanı olur. Qəssab müsafir üsyanı biz buna deyirik. Bu başlayıb Əməvilərə qarşı, amma üsyanı yatırıb Abbasilər. Və deməli, Əməvilərə qarşı başlayıb Abbasilər üsyanı yatırıb və bu üsyan harada yerləşir? Harada başlayıb? Beyləqanda, yadınızda saxlayın. Düşə bilər, qəssab müsafir üsyanı baş verdiyi ərazini xəritədə göstərin. Beyləqandadır. Bu belə. Və bu üsyandan sonra əsası başlayır Xürrəmilər hərəkatı. Xürrəmlər hərəkatı ümumiyyətlə necə oldu başladı, nə istəyirdilər bunlar? Xürrəmlər sözünün mənasına baxaq. Xürrəm sözü bəzi dillərdə od, günəş mənasını verir, bəzilərdə isə şad firavan deməkdir. Və ərəblər isə Xürrəmlərə əl-müxəmirə, yəni qırmızı geyinirlər. Çünki deyir, onlar qırmızı geyinmişlər, qırmızı rəngdə bayraq taxılmışlar, bayraq qaldırmışlar da belə deyək. Bu formada. Xürrəmlər hərəkatı ümumiyyətlə başlayıb 778-ci ildə, bitib 838-ci ildə Babəyin edam etdirilməsi ilə. Xürrəmlərin ilk başçıları kimdir? Cavidanla Əbu İmran. Xürrəmlərin ilk üsyanı var. Baxın, desək ki, məsələn, Azərbaycanda ərəblərə qarşı ilk üsyan, bu 644, 46, bunları götürəcəksiniz. Müsafirin üsyanı 748-752. Və Xürrəmlərin ilk üsyanı 778. Yəni bu fikirlərə, sözlərə fikir verin. Deməli, birinci üsyan Xürrəmlərin birinci üsyanı 778-də olub. İkinci üsyanı isə 808-də olub. Rəhbərləri Cavidanın Əbu İmrandır. Amma bu üsyanlar olanda ərəblər həmişə qalib gəlmiş. Niyə? Bir, Cavidanla Əbu İmran bir-birlərini bütün günü, belə deyək də,
incidirmişlər, yəni aralarında daxili ixtilaflar. İkinci səbəbi, müharibənin arasında 30 il farq var. Yəni fasilələrlə, uzun müddətli fasilələr olması. Müharibəni başladırsan, 30 il keçir, bir təzədən müharibə edirsən. Təbii ki, məğlub olacaqsan. Tez-tez müharibə eləmək lazımdır ki, orada qalibiyyət əldə edəsən. Deməli, səbəb nə oldu? İkisi arasındakı daxili ixtilaflar 1 və müharibələrin başlamasının arasındakı fasilələrin uzun müddət olması. Bu da 2. Xürrəmlərin birinci üsyanı 778, ikinci üsyanı 808, amma müsavir üsyanı 748-ə aiddir. Və 816-cı ildən 838-ə qədər Babək idarə edib. Xürrəmlərin ilk rəhbəri Cavidanla Əbu İmrandır, yəni əsasda Cavidan. Daha sonra isə Babək idarə edir. Xürrəmlər nə istəyir? Məzdəki hərəkatının davamçılarıdır. Yəni ədalətli cəmiyyət istəyir, sosial bərabərlik istəyir, əmlak bərabərliyi istəyir. Amma məzdəkilərdən bir fərqi var ki, azadlıq istəyirlər. İstiqlaliyyət istəyirlər. Yəni ərəblərin hakimiyyəti altında qalmaq istəmirlər. Ərəblərin bu zülmünə susmaq istəmirlər. Ona görə üsyan qaldırırlar. Bu belə. İndi Babəklə baxaq müharibələrə. Mən istəyirəm buradan sərgəli şəkildə yazım. Düzdür, baxmayaraq ki, xəttim çox qəşəngdir, amma yenə də yazaq. Deməli, bura yazıram 819, 829, 830, 33. Belə baxında qorxulu görünsə də, amma heç bir çətinliyi yoxdur. Deməli, bu tərəfdə Babək, Babək və ya Xürrəmlər deyirik. Bu tərəfdə də ərəblər. Ərəblərin, baxın, 800-cü illər hansı dövrə düşür? Abbasilərə düşür. Çünki 750 ilə 1258-ci ildə arasında nə varsa, hamısı Abbasilərə dövrə düşür. Lap yazıram, Abbasilər. Abbasilər başda bura qədər hakimiyyətdə olub Məmun, buradan bura isə Mötəsim. Məmun və Mütəsim. Cavanşir kimlə ittifaq yaratmışdı? Müaviyə ilə. Cavanşir kimə düşür? Əməvilərə düşür. Babək, Abbasilər, Məmun və Mütəsimin dövrünə düşür. Yaxşı. Deməli, ilk olaraq 1819 nədir? İlk nizamlı ordu göndərir. Kimin üzərinə? Babəyin üzərinə. Amma Babək qalib gəlir. 829. Birinci Həştadsər döyüşü. 830 birinci Həmədan, 33 ikinci Həmədan, 36 ikinci Həştadsər. Sonuncu isə Bəz döyüşü olur. Yaxşı. Deməli, 833-lə heyf ki, markerlərini biraz bulanqıyaq. 833-lə 837-də ərəblər qalib gəlibdir. Qalan bütün döyüşlərdə Xürrəmlər qalib gəlibdir. İkinci Həmədan Bəz döyüşü. Bəs Xəzərlərdə hansında qalib gəlmişdir? Hirat və 3-cü Bələncər, yəni 722-ci ildəki Bələncər, 8-ci əsrdəki Bələncər döyüşündə qalib gəlmişdir. Düzdürmü? Aha, demək 2-ci Həmədanda 837-də ərəblər qalib gəlib, digərlərində isə Xürrəmlər qalib gəlib. İndi burada bəzi hissələr var. Məsələn, hansı döyüşdə ərəblərin məqsədi Bəz qalasını tutmaq idi? Bu arada Bəz qalası Qaradağda yerləşir, yəni Azərbaycanın cənubunda yerləşir. Xəritədə göstərsə Qaradağı götürəcəksiniz. Və Babəyin iqamətgahı orada yerləşir, Bəzdə. Deməli, hansı döyüşdə ərəblərin məqsədi Bəzdə tutmaqdır? Həştadsər döyüşünə. Götürüb Bəz döyüşünü yazmayın. Məntiqlə düşünəndə onsuz da Bəz qalasını tutmaq olacaq ki, dayansınlar üsyançılar. Hə, deməli, bu belə. Hansı döyüşdə deyir ki, Babək Həmədan şəhərini azad etmək istəyirdi? Elə birinci Həmədan döyüşündə. Hansı döyüşdə ərəblər Həmədanı geri almaq istəyir? İkinci Həmədanda, çünki burada itiriblər axı. Deməli, Həmədan şəhəri azad olunub birinci Həmədanda. Yaxşı. Hansı döyüşdə ərəblər mancanaqlardan istifadə ediblər? İkinci Həştadsər döyüşündə. Mancanaqlardan istifadə ediblər ikinci Həştadsər döyüşündə. Yaxşı. Deməli, bura qədər qalib gəliblər. Sonra nə olur ki, ərəblər ikinci Həmədanda qalib gəlir? Yəni, səbəb nədir ki, bütün döyüşlərdə məğlub olar, sonra ikinci Həmədanda qalib gəlir? Səbəb odur ki, ərəblər Bizansla müharibəni dayandırırlar buna görə. Baxın, ərəblər düşünün, bir tərəfdə Bizansla müharibə edir, bir tərəfdə Azərbaycanda üsyanlar yapır, bir tərəfdə başqa dövlətə yürüş edir. Yəni, hər dövlətlərin eyni anda müharibə etsən, təbii ki, ordun parçalanacaq və sən məğlubiyyətə uğrayacaqsan. Buna görə müəyyən üsyanlar yatırıb birinin üzərinə getmək lazımdır. Deməli, 833-cü il, 2-ci Həmədan döyüşündə ərəblər niyə qalib gəldi? Bizansla müharibəni dayandırdıqlarına görə. Daha sonra 835-də Heydər İbn Çavuz və yaxud belə deyək də, Heydər İbn Çavuz da yazırlar. Afşin Heydər İbn Çavuz da yazırlar. Əsasda Afşin sülaləsindən olduğuna görə belə adlandırılır. Bu şəxs hakimiyyətə gətirirlər. Kim? Ərəblər. Türkdür. Türkü gətirirlər ki, qoy idarəçilikdə o məşğul olsun, Babək üzərində qalibiyyət əldə edə bilər Abbasilərin dövründə.
Və həmin Afşin Heydər ibn Çavus da nə edir? Birinci başlayır Babəyin ən yaxın silahdaşlarını öldürür, nə bilim orada kəşfiyyat işləri aparır və Bəzz qalasının yaxında olan Bərzənd şəhəri var. Ora öz iqamətgahını köçürür və bütün yolları bərpa edir. Yəni ərəblər haranı dağıdıblar, onları bərpa edir. Daha sonra yürüş edir. Və 2-ci Heçdəsər döyüşündə yenidən Afşin məğlub olsa da 37-ci ildə artıq Bəzz döyüşündə Afşinin rəhbərlik etdiyi qüvvə qalib gəlir. Yaxşı. Bəs Babəy nə olur? Babəy Bəzz uğrunda döyüşdən sonra gedir, üzünü tutur Arran bölgəsinə, yəni şimala və oradan gedir Bizansın yanına ki, Bizansla ittifaq bağlasın ərəblərə qarşı. Amma öz yaxın dostu Səhil ibn Sumbat adlı Alban knyazı tərəfindən ərəblərə pul qarşılığında satılır və nəticədə 838-ci ildə Babəy tutulur. Möhtəsimin əmri ilə ağır işgəncələrlə Samirə şəhərində 838-ci ildə öldürülür. Bununla da Azərbaycanda başlamış Xürrəmlər 60 ildən artıq davam edən Xürrəmlər hərəkatı bitmiş olur. Amma Xürrəmlər hərəkatının nəticəsi var. Ərəb dövlətini yeyir, parçalayır. Belə deyək də Ərəb dövlətinin kökündən sarsıldır. Bundan sonra Azərbaycanda 5 dənə dövlət yaranmış olacaq. Yəni ərəblərin çünki zəiflənir. Ona görə də 5 dənə dövlət yaranmış olacaq. Yaxşı, Babəyin əsl adı Həsəndir, Bilalabad kəndində doğulmuşdur. Bunları qısa məlumat kimi dedim, qeyd edeyim. Dərsimiz bu qədər.